Bu haqda Diego Souza uzun müddət Xəzərlənkəranın da şərəfini qoruyub bu futbolçu. İlk hissədə onun haqqında geniş məlumat verdim. Diego Gusmao Souza məhz 19 yaşında gəncikən Xəzərlənkərana transfer olmuşdu və Xəzərlənkəranla kifayət qədər uğurlu karyerası oldu. İndi isə Zirənin uğurları üçün tər tökür. Hələlik Zirə niyyətində biz onu görməmişik bu mövsüm. Zirənin ehtiyat qapıçısı Kamal Bayramov hər an meydana çıxmağa hazırdır. Əgər Anar Nəzirovla bağlı nəsə bir problem olsa. Amma Zirə azarkeşləri təbii ki, bu problemin olacağına ümid eləmirlər və biz də buna ümid eləyirik ki, problem yaşanmayacaq sırf zədə baxımından, amma hər dəqiqə, hər an futboldur, hər şey ola bilər. Gəlin, mən ehtiyat oyuncular haqqında dedim, danışdım. Gəlin, start heyətlərini sizə xatırladım. Meydan sahibi Qəbələnin qapısını Dmitri Bezatosunu qoruyur. 3 Voyislav Stankoviç, 4 Elvin Camalov, 9 Sergey Zinyov, 10 həm də komandanın kapitanı Dododur. 19 Aleksey Qay, 21 Arif Daşdəmirov, 34 Ürfan Abbasov, 66 Samir Zərgərov, 69 nömrə futbolçu Aleksey Antonov və 87 Ruslan Abuşov. Məhz bu start heyətini komandanın baş məşqçisi Roman Grigorchuk ilk dəqiqələrdən meydana buraxmışdı. Zirə ekranlarınızda gördüyünüz Anar Nəzirov məhz bu komandanın qapısını qoruyur. 39 Sadiq Quliyev, 37 Yovan Kırneta, 13 Aleksandr Şimanayev, Rəşad Abdullayevin yoxluğunda kapitan sarğısı məhz Şimanayevə etibar olunub. 5 Adil Nağıyev, 2 Çimezin Bah, 8 Tərzin Cahangirov, 32 Luis Alberto Diaz və ya qısaca adı ilə Tato, 7 Hayro, 10 Igor Ivanoviç, 9 Nelson Bonilla. Adil Şirov komandanın baş məşqçisi məhz bu heyətə etibar eləyib, güvənib. Start heyətində bu futbolçulara yer ayırıb. Maraqlıdır, 45-ci dəqiqənin tamamında, yəni 46-cı dəqiqənin lap əvvəlində hansısa komandanın heyətində dəyişiklik olacaqmı? Gördüyüm qədərilə, meydanda gördüyüm qədərilə dəyişiklik yoxdur. Biz dəyişikliyi qalan dəqiqələrdə izləyəcəyik. Və Elvin Əsgərovun başçılıq etdiyi hakimlər briqadası haqqında məlumat verim. Baş hakim Elvin Əsgərov, İskəndər Əliyev və Munis Abdullayev ona kömək eləyirlər. Yan xat həkimləridir. 4-cü hakim funksiyasını isə bu maçda Ziya Nəsirov yerinə yetirir. Oyunun AFFA nümayəndəsi Məmməd Əli Məmmədov, hakim inspektor Məhəmməd Məmmədovdur. Hər iki komandanın futbolçularının ailəsinin yer aldığı sektordan görüntüləri bizə rejissorlarımız təqdim etdilər. Daha çox Qəbələnin futbolçularının biz həyat yoldaşlarını və övladlarını görürük. Son yoxlamalar aparılır. İskəndər Əliyev Anar Nəzirovun qoruduğu qapının torunu yoxladı və artıq işarə verilə bilər. Elvin Əsgərov ikinci hissənin başladığını işarə edən fiti səsləndirəcək və biz Qəbələdə Zirənin ikinci hissəyə başlayacağı oyunda ikinci hissədə qol görəcəyimizə ümid edirək oyuna başlayırıq. Elvin Əsgərov fiti səsləndirdi və Zirə oyuna başladı. Tato geri oynayır. Mbah irəli ötürmə ilk dəqiqələrdən Zirə ilk cəhddən irəli ötürməni izlədik. Zirənin futbolçularının ifasında indi Qəbələnin hücumu təhlükəli ola bilərdi əgər Dodo topa çata bilsəydi. Xatırladım ki, bu 9-cu turun Azərbaycan çempionatında birinci dövrənin son turunun oyunudur. Sonuncudan əvvəlki oyunu. Sonuncu oyun isə Sumqayıtda bugün saat 19:00-da başlayacaq. Sumqayıt çempionatın lideri Qarabağı qəbul edəcək. Həmin görüşdə CBC Sport televiziyasının efirində birbaşa yayımda olacaq. Həmin maçı izləməyi unutmayın. Bugün CBC Sportda futbol gecəsidir. Odur ki, futboldan həzz alın. Yeri gəlmişkən turun 3 oyunu, başa çatmış 3 oyunu haqqında da mən məlumat verim. Inter Revanı qəbul etdi və 2-0 hesablı qələbə qazandı. Kəpəz Gəncədə Xəzərlənkəranı məğlub etməyi bacardı 1-0. Turun sensasiyası isə Azal Neftçi görüşündə qeyd alındı. Azal Neftçini 2-1 hesabı ilə məğlub etməyi bacardı.
Qəbələ Zirə görüşündə isə hesab 0-0'dır və indi Bezatosni Ruslan Abuşovla oynuyor. Qəbələ gol vurmaq üçün, qələbə qazanmaq üçün hər şey eləyəcək ikinci hissədə. Hər halda Zirənin oyununu Roman Qriqorçuk çox yaxşı oxuyub. Belə başa düşmək olar. Zirə 8 tur ərzində əks hücumlara bel bağlayan komanda və əks hücumlara sürətli çıxan komanda kimi yadda qalıb. Bu arada qayda pozuntusu Zenyov Anar Nəzirovla mübarizədə qaydanı pozmuşdu. Zenyov və Qay hansı təmas etdi Anar Nəzirova? Qapıçı meydançasında, söhbət cərimə meydançasının içərisində yer alan o kiçik meydançadan gedir. Orada qapıçıya toxunmaq olmaz. Samir Zərgərovun ötürməsindən sonra hər iki futbolçunun toxunuşu var idi və buna görə də Elvin Əsgərov oyunu saxladı. Anar Nəzirov zərbəsini yerinə yetirdi, topu irəli vurdu Ruslan Abuşov. Roman Qriqorçuk yəqin ki Zirənin sürətli əks hücumlarının olduğunu hamıdan yaxşı bilir və daha detallı şəkildə bilir və ona görə də ilk hissədə o qədər də risk almadı Qəbələ. Amma ikinci hissədə əgər qələbə qazanmaq istəyirsə risk alacağı dəqiqdir. Belə olanlarda Zirənin əks hücumları da təhlükəli ola bilər. Adil Şükürov da başa düşür ki, əvvəl-axır Qəbələ risk alacaq əgər qələbə qazanmaq istəyirsə. Amma Zirəni hər halda Qəbələ ilə səfər görüşündə bu hesabda qane edər. Arif Daşdəmirov, İqor İvanoviç sona qədər onunla mübarizə apardı. Outdan Qəbələnin futbolçuları oyuna başladılar. Aleksey Qay Arif Daşdəmirovla oynuyor. Arif Daşdəmirov, Zenyov. Ona qarşı qayda pozulur. Elvin Əsgərov cərimə zərbəsi təyin edir. Sözsüz ki, qayda pozuntusu var idi. Elvin Əsgərov qaydanın pozulduğunu qeydə aldı. İndi azarkeşlərin Ruslan səsini yəqin ki siz də eşidirsiniz. Mənim kimi Ruslan Abuşovun məhz cərimə zərbəsini yerinə yetirəcəyinə işarədir bu. Ruslan Abuşovun cərimə zərbəsini yerinə yetirməsini istəyirlər azarkeşlər. Ruslan Abuşov özü topun gerisindədir. Ruslan Abuşov cərimə zərbəsini məhz o yerinə yetirəcək. Birbaşa zərbə yoxsa ötürmə olacaq. Hər halda bunu biz izləyəcəyik. 2 nəfərli canlı sətdə Tato və Boniyanı görürük. Anar Nəzirov 2 nəfərli canlı sətdə üstünü verdi. Bu ötürmədi. Anar Nəzirov çıxışda səhvə yol vermədi. Hakim oyunu saxlayır. Səhv etmirəmsə oyundan kənar vəziyyət. Ruslan Abuşovun ötürmə etdiyi anda oyundan kənar vəziyyət var idi. Məhz buna görə oyunu saxladı. Şimanayev, hakim bildi ki, top meydanı tərk etmişdi. Şimanayev məhz meydandan kənarda başla oynamışdı. Arif Daşdəmirov. Qəbələ bir daha xatırladım. Həftə içində qayda pozuntusu. Yan hakim oyunun saxlayır. Daha doğrusu bayrağını qaldırır. Elvin Əsgərov onun işarəsindən sonra oyunu saxlayır. Aleksey Qaya qarşı kobudluq var idi. Kifayət qədər təhlükəli bir mövqedən cərimə zərbəsi olacaq. Standart vəziyyət. Ruslan Abuşov bu cərimə zərbəsini indi yerinə yetirəcək. Anar Nəzirov bir nəfər işarətdir. Canlı sətdə bir nəfər kifayət edər. Ruslan Abuşov. Cərimə meydançası içərisində gərginlik var. Hakim oyunu saxlayır. Və kifayət xəbərdarlıqdan sonra cərimə zərbəsini yerinə yetirmək olar. İşarə verilir. Ruslan Abuşov uzaq güclü ötürülən top. Anar Nəzirov topun trayektoriyasını yaxşı oxudu. Amma onu çıxardarkən az qala səhvə yol verəcəkdi. Bununla belə o buna müvəffəq oldu. Küncdən zərbə. Künc zərbəsi indi Qəbələ yerinə yetirəcək. Samir Zərgərov küncdən zərbəni yerinə yetirir. Yaxın küncə ötürülən top. Boniya müdafiədə komanda yoldaşlarına köməyə gəlir. Zirənin hücumçusu.
Geriye oynuyor İrfan Abbasov. Qapıçısı Bezatosny ilə. Bezatosny. Top elə götürmək olmaz. Geriye ötürmədi bu. İrəli vurur onu. Ukraynalı qapıçı. Mihaylo. Hələ ki özü irəliyir. Elvin Cəmalovdan da sıyrılır. İhayro cərimə meydançasına daxil olur. İhayro zərbə vurmaq olar. Zərbə vurulur. Amma son anda zərbə vurarkən Qəbələnin futbolçuları topa müdaxilə elədilər. Və sürəti azalan top Bezatosny'nin düz qucağına gəldi. Bax, bu hücumlar Zirənin ifasında çox təhlükəli olur. Cinaha indi ötürülən top. Cinah dəyişdi. Dodonun zərbəsi. Sadiq Quliyev o zərbənin qarşısını kəsir. Aleksey Qay hücum davam eləyir. Aleksey Antonov. İrfan Abbasov. Samir Zərgərov da ona köməyə gəldi. Samir Zərgərovla Dodo cinahları dəyişiblər. Aleksey Qayın tabanlı ötürməsi, amma bu ötürmənin qarşısı alınır. İndi sürətli əks hücum ola bilər. Tərzin Zangirov. Igor Ivanoviç. Sürətlə sol cinahdan irəliləyir. Cərimə meydançasına daxil olmağa çalışır. Igor Ivanoviç ötürməsi Tato istiqamətində. Tərzin ondan öncə Aleksey Qay yaxşı oynayır və indi Qəbələnin futbolçuları top ələ keçirirlər. İkinci hissənin əvvəlində, debütündə kifayət qədər maraqlı oyun izləyirik. 54-cü dəqiqədir və ikinci hissənin 7 dəqiqəsi ərzində, daha doğrusu 9 dəqiqəsi ərzində üzr istəyirəm, maraqlı oyun şahidi oluruq. Hər iki komanda hücum yaratmağa en azından cəhd eləyirlər. Gol epizodu yaratmağa cəhd eləyirlər. Və hətta yaradıblar da. Tato. Top hələ ki özündə saxlayır Tato. Ötürməsi isə dəqiq olmur. Ruslan Abuşov. Samir Zərgərov. Rəqbindən sıyrıla bilmədi. Bu Adil Nağıyev idi. Adil Nağıyev özü irəliləyir. Rəqibin birini, ikisini artıq geridə qoydu və onun qarşısı kobudluqla alınır. Sarı vərəqə Ruslan Abuşova göstərilir. Qarşılaşmanın 54-cü dəqiqəsində Elvin Əskərov ilk dəfə əlini cibinə salır və ilk sarı vərəqə Ruslan Abuşova göstərilir. Qayda pozuntusunun təkrarını sözsüz ki izləyəcəyik. Hələlik isə cərimə zərbəsi yerinə yetirildi. Aleksandr Şimanayev. Şimanayev Dododan sıyrılır. Cərimə meydançasına daxil olur. Ötürmə etsə təhlükə ola bilər, amma ötürmənin qarşısı kəsilir Ruslan Abuşov tərəfindən. Dodo onun ötürməsi səhvdir. Bununla belə Qəbələ sona qədər mübarizə apardı. Top ələ keçirdi Aleksey Qay. Dodo istiqamətində ötürmə. Dodo sağ cinahdadır və top indi də ondadır. Dodo. Zenyov ona köməyə gəldi. Zenyov. Cinah dəyişdi. İrfan Abbasov. Aleksey Antonov, İrfan Abbasovla divar paslaşması. Zərbə isə yaxşı deyildi. Elvin Əskərov, Anar Nəzirova işarə edir ki, bir qədər tələs. Oyunda temp bir balaca qalxan kimi Zirənin futbolçuları tempi aşağı salmağa çalışırlar. Hər halda Zirənin oyun üslubu budur. Məhz bu oyunla nəticə ümid eləyir Adil Şükürov. Hələ ki ilk 8 turun tamamında bəhrəsini görüb. Təkcə Qarabağa məğlubiyyəti nəzərə almasaq. Bezatosny Ruslan Abuşovla oynuyor. Ruslan Abuşov. Antonov, Elvin Camalov. Samir Zərgərova top gəlmir. Adil Nağıyev. Out. Qəbələnin futbolçuları oyuna başlayacaqlar. Bu isə bir qədər əvvəl Ruslan Abuşovun sarı vərəqə ilə cəzalandırıldığı epizod. Məhz bu qayda pozuntusuna görə Ruslan Abuşov sarı vərəqə ilə cəzalandırıldı. Arif Daşdəmirov. Aleksey Qay. Aleksey Qay. Yaxşı düşünmüşdü, amma Sadiq Quliyev səhvsiz oynayır. Elvin Camalov. Arif Daşdəmirov. Dodo. Qay.
Arif Daşdəmirov Şimalayevi çox yaxşı oyundan düşürdü. Amma ötürməsi haqqında eyni sözləri deyə bilmirik. İndi sol cinahdan Qəbələ hücum edəcək Aleksey Antonov. Samir Zərgərov yandadır, top istəyirdi. Xeyr, Aleksey Antonov məhz cərimə meydançasına ötürmə etmək qərarına gəldi. Amma bu ötürmənin qarşısı alındı. Elvin Camalov uzaqdan zərbəsi top qapıdan xeyli aralığı keçir. Bir qədər əvvəl Arif Daşdəmirovun bir hərəkətlə Şimanayevi oyundan necə düşürdüyünü gördük. Əgər imkan olarsa, rejissorlarımız onu bizə təqdim edərsə, bir daha həmin epizodun təkrarını izləyə bilərik. İndi Anar Nəzirov qapıdan zərbə ilə oyuna başlayacaq. Adil Nağıyev, Rihayro Molens topu saxlayır özündə. Autu da qazanır komandası üçün. Tərzin Zahangirov, Tato, geri ötürmə, Mbah. Sol cinahda Igor Ivanoviç topu ram edə bilmədi. Stankovic. Serbiyanın adlı sanlı Partizan komandasından Inter'e transfer oldu. Inter'den sonra Qəbələyə üst tutdu və müdafiənin mərkəzində bu futbolçu Qriqaçkun ən güvəndiyi oyunculardandır. Aleksey Qay. Xatırladaq ki, həftə içi Qəbələ Avroliqa turnirinin qrup mərhələsində növbəti oyununu keçirdi. 3 gün əvvəl Borussia Dortmundla Baksel Arena'da qarşılaşdı bu komanda. Düzdür, məğlub oldu, amma mübarizəsi alqışa layiq idi. Həmin görüş 3-1 hesabı ilə Alman klubunun xeyrinə nəticələndi. Məhz Avroliqa turnirinin növbəti maçı da Almanlara qarşı olacaq. Bu arada Antonovun uzaqdan zərbəsi, Anar Nəzirov əla oynayır. Maçda ilk təhlükəli, ən təhlükəli zərbəni izlədik. Qarşılaşmanın 59-cu dəqiqəsində Antonov mövsümdə 5-ci qolunu vurmağa çox yaxın idi. Amma Anar Nəzirov onun bu arzusunun üstündən xətt çəkdi. Anar Nəzirov qayda pozulur bu epizodda. Qəbələ Dortmundda səfər edəcək. Borussia Dortmundla Almanya'da qarşılaşacaq. Komandamıza uğurlar arzuluyuruq. Etirazları başa düşmək olar. Yerli publikanın etirazını anlamamaq çətin deyil. Arif Daşdəmirov. Tərzin Zahangirov, Elvin Camalov ötürmənin qarşısını kəsdi. Ürfan Abbasov da yaxşı oynayır. Ürfan Abbasov. Geriyə. Antonov. Qay. Arif Daşdəmirov. Yenidən Qay. Hələ ki, kəşfiyyat xarakterli ötürmələr. Boşluq axtarırlar Zirənin müdafiəsində Qəbələnin futbolçuları. Hələ ki, Zirə bu boşluğu vermir. Cəmi bir epizodda, bir neçə epizodda, bir-iki epizodda Zirə müdafiəçiləri səhvə yol veriblər. Amma Anar Nəzirov yaxşı oynayıb. İndi Zirənin əks hücumu təhlükəli ola bilərdi. Bezatosunu topu asanlıqla tutdu. Aleksey Antonov. Ürfan Abbasov. 60-cı dəqiqə geridə qalıb. Oyunun başa çatmasına əlavə ediləcək dəqiqələri nəzərə almasaq, yarım saatdan az vaxt qalıb. Hesab açılmayıb Qəbələdə, amma ikinci hissədə maraqlı oyun izləyirik. Dodo geri oynayır. Arif Daşdəmirov. O da hücuma dəstəyə gəlib. Arif Daşdəmirovun uzaq gücü ötürməsi. Aleksey Antonov topu yerə saldı. Oyundan kənar vəziyyətdə də Aleksey Antonov. Xeyr, oyun davam eləyir. Ruslan Abuşov. Qəbələ tədricən təşəbbüsü ələ alır və tədricən hücumlarının sayını artırır.
İndi Zirə təhlükəli hücuma keçir. Bonilla Rihayronu yaxşı gördü boş mövqedə, amma Rihayron ona ötürməsi dəqiq olmur. Aleksey Qay. Arxadan bir qədər köməyə gələn olsaydı, Zirənin futbolçularından söhbət gedir. Zirə əks hücumda təhlükəli ola bilərdi. Aleksey Qay. Elvin Camalov sağ cinahlı oynuyor. Arif Daşdemirov topu qəbul edir. Arif Daşdemirov yəqin ki Qaya ötürəcək topu, elə də eləyir. Zinyov. Dodo. Dodo. Qarşısında Şimanayev var. Ondan sıyrılır. Ötürməsi nedir Dodo? Uzaq küncə. Amma orada komanda yoldaşlarından heç kəs yoxdur. Hakim oyunu saxlayır. Çünki əvəz etmə var. 7 nömrəli futbolçu. Zirənin heyətində 7 nömrəli futbolçu Rihayro meydanı tərk eləyir. Onun əvəzinə 28 nömrəli oyuncu Təmkin Xəlilzadə oyuna daxil olur. Baxaq, bu dəyişiklik meydanda hansı yer dəyişmələrə gətirib çıxaracaq? Ümumiyyətlə yer dəyişmə olacaqmı? Qayda pozulur. Sarı vərəqə də səhv eləmirəmsə göstərildi. Evin Əsgərov kimə göstərdi bu sarı vərəqəni? Yoxsa yox. Evin Əsgərov dəyişikliyi yəqin ki qeyd eləyirdi. Arif Daşdemirov. Aleksey Qay. Yox. Meydanda dəyişiklik yoxdur. Zirənin futbolçularından söhbət gedir. Taktiki baxımdan Təmkin Xəlilzadə məhz Rihayronun yerində hələ ki sağ cinahda oynayacaq. Arif Daşdemirov Zirə növbəti dəyişikliyə də hazırlaşır. Mən bunu gördüm. Dodo onun ötürməsi yaxın küncə. Anar Nəzirov qapısını vaxtında tərk elədi və topu tutdu. Sarı vərəqə məhz bu epizodda göstərilmişdi. Ürfan Abbasova efir restoramıza təşəkkürümü bildirirəm. Nəzərdən bir anlıq qaçmışdı Ürfan Abbasov. İkinci sarı vərəqə məhz bu futbolçuya göstərilir. Xatırladaq ki, Qəbələnin niyyətində Ruslan Abışov da sarı vərəqə ilə cəzalandırılır. Bonilla Şimanayevlə oynayır. Şimanayev onun ötürməsi dəqiq olmur. Əvəz etməyə Evin Əsgərovun işarəsi oyuncu dəyişikliyinədir. Ürfan Abbasov, sarı vərəqə ilə cəzalandırılan Ürfan Abbasov. Qriqorçuk məhz onu oyundan aldı. Əvəzində Məhəmməd Mirzəbəyov qalan dəqiqələrdə, qalan 25 dəqiqə ərzində Qəbələnin hücumlarının təşkilində əlindən gələni etməlidir. Hər halda cinah müdafiəçisidir. İndi onu sol cinahda görürük, amma adəti üzrə Roman Qriqorçuk bu dəyişikliyi, bu əvəz etməni bir neçə dəfə edib. Arif Daşdemirov Mirzəbəyev oyuna daxil olduqdan sonra sol cinaha çəkilir. Mirzəbəyev isə sağ cinahda oynayır. Baxaq, qalan dəqiqələrdə nə olacaq? İndi təhlükəli hücum ola bilərdi. Bezatosnu vaxtında qapısını tərk eləyib. Bonillanın qarşısını almasaydı nə baş verir? Əvəz etmə Diego Gusmao Souza. Tərzin Cahangirovun əvəzinə məhz bu futbolçu meydana daxil olur. Adışirov əvəz etməklə həm də limiti qorumağa çalışdı. Legioner futbolçunun əvəzinə meydana yerli oyuncu buraxıldı. İndi yerli oyuncunu legionerlə əvəzləyir. Bu da limitə hesablanmış bir addımdır. 8 nömrəli futbolçu Tərzin Cahangirov meydanı tərk eləyir. 33 nömrəli oyuncu Diego Souza'nı biz qalan dəqiqələrdə oyunda görəcəyik. Maraqlıdır Diego Souza. O əvvəlki formasından uzaqdır, yaxındır. Hər halda bunu görmək bizə müvəffəq olacaq. Amma bir qədər kökəldiyini gördüm. Sanki mənə elə gəlir ki, bir qədər
çəkisi əvvəl gördüyümüz Souzadan artıqdır. Antonov. Samir Zərgərov. Bax, indi meydandakı bu dəyişiklik Cinah müdafiəçilərinin dəyişikliyindən söhbət gedir. Baş tutdu. Daşdamirov sol cinahına çəkilir. Məhəmməd Mirzəbəyev isə sağda oynayacaq. Samir Zərgərov 2 rəqibindən sıyrıldı. Ötürmə də edir. Aleksey Antonov. Aleksey Qayin isə ötürməsi dəqiq olmur. Məhəmməd Mirzəbəyev sürətlə geriyə qayıdır. Komanda yoldaşlarından kömək etmək istəyir. Elvin Camalov onun mövqeyinə düşmüşdü və Elvin Camalov yaxşı oynadı. Grigorçuk qayğılıdır. Komandası Zirənin qapısına yol tapa bilmir. Şimanayev. Zirənin kapitanı. Rəşad Abdullayev oyunda yoxdur. Məhz kapitan sarğısını o daşıyır. Aleksey Qaya qarşı çobudluq. Bax, birinci hissədə xatırlayırsınızsa fiziki hazırlığın sona qədər yetmədiyini haqqında mən danışmışdım. Həm futbolçularda, həm də bəzi hakimlərimizdə. Bu da gətirib nəyə çıxarır? O haqda da danışmışdım. Qayda pozulur və hakimlər də hər xırda qayda pozuntusuna fit səsləndirirlər ki, bu da oyunun tempinin aşağı düşməsinə gətirib çıxarır. Hələlik biz böyük ölçüdə buna şahid olmamışıq, amma bir qədər əvvəlki fol kiçik bir sübut idi buna. Zenyov, Antonov, Samir Zərgərov, Zenyov, sağ cinahla Məhəmməd Mirzəbəyevlə oynayır. Məhəmməd Mirzəbəyev, onun ötürməsi Boniyanın üzünə top. Özü istəyirəm, bu Boniya deyildi, Təmkin Xəlilzadə idi. Tato rəqibinə pressing tətbiq eləyirdi. Aleksey Antonov onun uzaqdan zərbəsi. Top qapıdan aralı keçir. Təmkin Xəlilzadə sola gəlib. Sonra isə baxaq. Nə qədər effektiv olacaq bu yer dəyişmələr. Həm Qəbələnin, həm Zirənin yer dəyişmələrindən söhbət gedir. Meydanda yer dəyişmədən söhbət gedir. Adil Şirovun ağız hərəkətlərindən nə demək istədiyini oxumağa çalışdım, amma çətin. Yalnızca kiminsə adını çəkdiyini, Saşanın adını çəkdiyini deyə bilərik. Saşa Aleksandr Şimanayev yəqin ki anladınız, nəzərdə tuturdu. Zirə indi tempi aşağı salır. Adil Nağıyev. Igor Ivanoviç. Top hələ ki ondadır. Igor Ivanoviç. Top meydanda saxlaya bilmir. Antonov dərhal oyuna başladı. 70-ci dəqiqəni də tamamladıq Qəbələdə. Hesab 0-0'dır Qəbələ Zirə görüşündə. Stankoviç. Vojislav Stankoviç. Ruslan Abuşov. Samir Zərgərov. Özü irəliləyir. Samir Zərgərov. Qarşısında Adil Nağıyev vardı. Top məhz ona dəyərək meydanı tərk eləyir. İndi növbəti küncdən zərbə. Elvin Əsgərov künc nöqtəsini göstərir. Aleksey Antonov küncdən zərbəni yerinə yetirəcək. Anar Nəzirov daha sayıq, daha ehtiyatlı olmağa çağırır komanda yoldaşlarını. Zirənin qapıcısı. Hazır keçdirsə Qəbələdən qol tələb edirlər. Ötürmə olunur, amma Doğduya top çatmadı. Hücum davam edəcəkmi? Qayda pozuntusu yoxdur. Diego Souza. Geri oynuyor Aleksandr Şimanayev. Sadiq Uliyev. Şimanayev. Tabanlı ötürmə Təmkin Xəlilzadədən.
Dəqiq olmur. Tatoya top çatmadı, out. Sadiq Quliyev. Hələ ki, yaxşı oynayır bu futbolçu. Dodo. Ruslan Abuşov. Arif Daşdemirov. Out. Igor Ivanovic ekranlarınızda görürsünüz. Montenegrolu oyuncusu Zirənin. Məhəmməd Mirzəbəyov topu saxlaya bilir. Aleksey Gay'a ötürmədə etdi. Aleksey Gay. Dodo düşündü Aleksey Gay, amma bax daha yaxşı oynayır. Qəbələnin hücumu davam etməyəcək. Tato. Yerli publika hakimin bu qərarına etirazını bildirir Aleksey Gay. Cərmə meydançası istiqamətində ötürmə. Samir Zərgərov var idi cərmə meydançasında. Yalnız Qəbələdən, amma top ona çatmır. Anar Nəzirov. Boş mövqedə olan Adil Nağıyevi gördü. Adil Nağıyev sağ cinahdan ötürməsi Igor Ivanovic istiqamətində. Igor Ivanovic isə geri oynayır. Krneta, Mbah, Diego Souza, Sadiq Quliyev, Şimanayev. Yenidən Sadiq Quliyev top gəlir. Sadiq Quliyev. Top itirilir. Aleksey Gay. Dodo. Zenyov. Şimanayev yaxşı oynayır. Şimanayev topu meydandan tərk etməsinə razılıq verdi. Zenyov da sanki düşündü ki, top son anda məhz Şimanayevə dəymişdi. Etirazlar da buna görə idi. Hakim isə qapıdan zərbə təyin edir. İndi Anar Nəzirov tələsmədən qapıdan zərbəni yerinə yetirəcək. Roman Grigorçukun qalan dəqiqələrdə hansı dəyişiklik edəcəyi kifayət qədər maraq doğurur. Həm taktiki baxımdan, həm oyuncu dəyişikliyi baxımından. Ehtiyat oyuncular skamyasında Andrey Popoviç var, Rəşad Sadiqov var, Ermin Zets var, Vitali Vernidov var, Qismət Aliyev və Vaqif Cavadov var. Zirənin isə cəmi bir dəyişiklik haqqı qalıb. Ehtiyat qapıcı Kamal Bayramovdur, 17 Nicat Qurbanov, Hacı Əhmədov, Tellur Mütəllimov və Mirkamil Həkimli. Bu futbolçulardan biri meydana çıxa bilər. Qayda pozuntusu yoxdur. Sərt mübarizə idi. Evin Əskarov sərt oyuna icazə verir. Hələ ki bu dəqiqəyə qədər. Boniyə topu saxlaya bilmədi. Məhəmməd Mirzəbəyov out atışını yerinə yetirdi. Aleksey Gay ilə oynadı. Aleksey Gay. Dodo istiqamətində ötürmə. Dodoya top çatmır. Bir daha xatırladım. Bu maçdan dərhal sonra CBC Sport Televiziyasının efirində Sumqayıt Qarabağ görüşünü izləyəcəksiniz. 9-cu turun son oyunu. Birbaşa yayında CBC Sport Televiziyası ilə yayımlanacaq. Həmkarım Şəmsəddin Abbasovun təqdimatında. Anar Nəzirov qapıdan zərbə ilə oyuna başladı. Məhəmməd Mirzəbəyov. Zenyov. Yaxşı oynadı Dodo ilə. İskəndər Əliyev yan xətt hakimi bildirdi ki, top son anda Dodoya dəymişdi. Turun digər oyunları Inter Revanı məğlub etdi. Kəpəz Xəzər Lənkərandan üstün oldu. 1-0. Inter Revan görüşündə 2 top vuruldu. 2-0 hesablı qələbə qazandı Inter. Və Azal isə Neftçini məğlub etməyi bacardı. 2-1 hesabı ilə. Qəbələ Zirə görüşündə isə oyunun başa çatmasına 14 dəqiqə qalıb. Əlavə olunan dəqiqələri nəzərə almasaq. Hesab 0-0'dır. Hələ ki qol yoxdur Igor Ivanovic. Amma ikinci hissədə daha maraqlı oyun izləyirik. Diego Souza o da hücuma qoşulur, amma onun ötürməsindən sonra
Ötürməsi dəqiq deyildi. Çünki Ivanoviç zədələnib və yerdədir. Elvin Əsgərov oyunu saxlayır. Həkimlərin müdaxiləsinə ehtiyac varmı? Qəbələnin futbolçusu Aleksey Antonov Ivanoviçin ayağa qalxmasına kömək elədi. Deyəsən Ivanoviç oyunu tamamlaya bilməyəcək. Nicat Qurbanovu görürük. Nicat Qurbanov Ivanoviçin yerinə meydana çıxacaq. Sağ cinah yarım müdafiəçisidir Nicat Qurbanov. Nəzər alsaq ki, Ivanoviç son dəqiqələrdə məhz sağ cinahda oynayırdı. Onu əvəzləyəcəyini proqnozlaşdırmaq olar. Samir Zərgərov. Arif Daşdəmirovun ötürməsi, son anda top az qala çərçivəyə ünvanlanacaqdı. Təmkin Xəlilzadəyə dəymişdi. Məhəmməd Mirzəbəyov zərbə vura bilmədi. Daha doğrusu zərbəsi istədiyi kimi alınmadı. Nicat Qurbanov oyuna daxil olur. Adil Şürovun ona verdiyi şansdan 13 dəqiqə ərzində yararlanmalıdır. Məhəmməd Mirzəbəyova son anda top deyərək meydandan çıxdı. Məhəmməd Mirzəbəyov gözləmirdi. Epizodun təkrarından bu qənaətə gəlmək olar. Nicat Qurbanov İqor İvanoviç əvəzlədi. Məsələ indi Nicat topladı. Mövsümün əvvəlində Nicatın Avroliqa təcrübəsi də var idi. Neftçinin niyyətində Mladosla qarşılaşmalarda ona şans verildi. Məhz Mladosla məğlubiyyətdən sonra Nicat Zirəyə üz tutdu. Nicat Qurbanov artıq Zirənin şərəfini qoruyur. Aleksandr Şimanayev onun ötürməsi dəqiq olmur. Dodo onun ötürməsini oxudu və topun qarşısını kəsdi. Hakim oyunu saxlayır. Nəyə görə saxlayır? Bütün əvəz etmə haqqından istifadə etdi. Sadi. Zirə və indi Rəşad Sadiqov oyuna daxil olacaq. Rəşad Sadiqov kimi əvəz edir? Stankoviç maraqlıdır. Mərkəz müdafiəçisi oyundan çıxdı. Nə baş verəcək? Düzülüş baxımından deyirəm. Stankoviçin əvəzinə meydana 6 nömrə oyuncu Rəşad Sadiqov daxil olur. Olmaya o son 10 dəqiqəni Qriqorçuk 3 müdafiəçi ilə oynamaq qərarına gəlib. Hər halda baxaq. Risk adlandırmaq olar. Ötürmə cərimə vendisi istiqamətində Məhəmməd Mirzəbəyov, Aleksey Qay. Hələ ki topu saxlayır. Təmkin Xəlilzadə onunla mübarizə aparır və onun topu geri ötürməsinə məcbur etdi. Elvin Cəmalov müdafiənin sağında məhz onu görürük. Məhəmməd Mirzəbəyov yəqin ki yarım müdafiənin sağında olacaq. İki hücumçu ilə oynayır Qəbələ. Dodo irəli çəkilib. Zenyovla birlikdə. Qay. Zenyov top üzündə saxlaya bilmədi. Sona qədər mübarizə aparır Qəbələnin futbolçuları. Rəşad Sadiqov idi bu. Elə dişi var. 3 müdafiəçi ilə oynayır Qəbələ. Aleksey Antonov. Uzaqdan zərbəsi Antonovun top qapıdan aralı keçir. Və növbəti əvəz etmə. Samir Zərgərov. Komandası heyətində sonuncu dəyişiklik edir. 66 nömrəli oyuncu Samir Zərgərov əvəzinə meydana 7 nömrəli oyuncu Ermin Zets daxil olur. Yəqin ki siz də eşitdiniz. Samir Zərgərovun əvəzinə meydana 7 nömrəli futbolçu Ermin Zets daxil olur. Zets hücumçudur. Samir Zərgərovu Ermin Zetslə əvəzlədi. Baxaq, bu əvəz etmə nəyə yarayacaq? Ermin Zets hücum xəttində məhz o. Qol ümidi olacaq.
son dəqiqələrdə Qəbələnin. Ruslan Abışov. İndi düzülüş yenidən dörtlü müdafiəyə keçdilər. Elvin Cəmalov mərkəz müdafiəçisi funksiyasını yerinə yetirəcək. Rəşad Sadiqov isə Elvin Cəmalovun mövqeyinə çəkilib. Ruslan Abışov. Samir Zərgərovun meydandan çıxmasından sonra sol cinahda Zenyov oynayır. Zenyov indi topladı. Ermin Zec. Ona qarşı qayda pozulur. Cərimə zərbəsi təyin edir Elvin Əsgərov. Qarşılaşmanın 82-ci dəqiqənin tamamında kifayət qədər təhlükəli mövqedən cərimə zərbəsi yerinə yetirəcək Qəbələnin futbolçuları. Baxaq həmin epizodun təkrarını bir daha izləyək. Hər halda daha yaxşısını Elvin Əsgərov bilir. Söhbət mənimlə müqayisədə gedir. Sözsüz ki, indi cərimə zərbəsini Qəbələnin futbolçuları yerinə yetirəcəklər. Bu Aleksey Antonov'da birbaşa qapıya zərbə də ola bilər, amma ötürmə ehtimalı daha yüksəkdir. Demək olar ki, Qəbələdən hər kəs cərimə meydançasındadır. Ötürmə edilir. Anar Nəzirov yumruqları ilə topu uzaqlaşdırır. Qəbələnin hücumu davam edəcək. Elvin Cəmalov cərimə meydançasından ötürdü topu. İndi təhlükəli hücum ola bilər. Ötürmə olsaydı əgər. Amma Zirənin futbolçuları topu qabağa vurmaq variantına üstünlük verdilər. Heç-heçə bu oyundan tam əminliklə deyə bilərik ki, heç-heçə Zirəni qane edir. Amma Qəbələ bu heç-heçə ilə barışmayacaq. Son 7 dəqiqədə təzyiqini daha da artıracaq. Aleksey Qay, Antonov, Arif Daşdəmirov oynamaq olardı, amma cərimə meydançasını düşündü. Hücum, Zenyovun ötürməsi. Zərbə vurmaq istəyirdi, tam əminliklə deyirəm. Amma sol ayağından zərbəsi alınmadı, ötürməyə daha çox oxşadı. Ermin Zetsin etirazını başa düşmək olar. Bayraq havadaydı. Boniya topun qəbul edərkən, topunu ötürülərkən, daha doğrusu oyundan kənar vəziyyətdəydi. Elvin Əsgərov köməkçisi Munis Abdullayevin işarəsini bir qədər gec gördü. Zenyov, Arif Daşdəmirov, Ruslan Abışov, Rəşad Sadiqovdur, bu üzr istəyirəm. Sol cinah ötürülür top. Zenyov. Qarşısında Adil Nağıyev var. Dabbanla ötürmə etmək istədi Arif Daşdəmirova, amma alınmadı. Sanki Zenyov da artıq yorulub. Bütün əvəz etmələrdən istifadə ediblər hər iki komandanın futbolçuları. Məhz bu heyətlə oyunu başa vuracaqlar. Təmkin. Tato özü zərbə vurur, top qapının yanından keçir. Bezatosun tələsir. Qay. Uzun ötürmə. Oyundan kənar vəziyyətdəydi Ermin Zec. Bosniyalı hücumçusu Qəbələnin Bosniya yığmasına da dəvət alır. Türkiyə Super Liqasından çox yaxşı tanıyırlar. Türkiyə futbolunu sevən azarkeşlər bu futbolçunu. Gənclər Birliyi və Balıkəsir spor kimi klublarında şərəfini qoruyub. Out atışı yerinə yetirildi Məhəmməd Mirzəbəyev tərəfindən. Elvin Cəmalov, Ruslan Abışov. Vaxt əriyir Qəbələ üçün. Yəqin ki, bu hissləri hər bir futbol azarkeşi yaşayıb. İndi Qəbələ azarkeşləri üçün vaxt əriyir. Zira azarkeşləri üçünsə vaxt bitmək bilmir. Hər halda heç-heçəyə razı olan Zira azarkeşlərindən söhbət gedir. Bu oyunla heç-heçəyə yəqin ki, razıdırlar. Anar Nəzirov tələsmir. 86-cı dəqiqəni də tamamladıq. Qəbələdə hesab 0-0'dır. Anar Nəzirov qapıdan zərbə ilə oyuna başladı. Zirənin futbolçularından Sadiq Quliyev topu irəli vurur.
Məhəmməd Mirzəbəyov. Bax, topu ram edərkən səhvə yol verdi. İndi əks-hücum. Antonov, Ermin Zets. Tabanla ötürməsi Ermin Zetsin. Topu meydanda saxlayırmı? Zirənin futbolçuları bəli elə də eləyirlər, amma topu hakim bildirir ki, out atışı olacaq. Top kənardan meydana gəlmişdir. Rəşad Sadiqov. Uzaq gücdə Məhəmməd Mirzəbəyov topu bir qədər ram edərkən daha yaxşı bunu bacarsaydı çox təhlükəli gol vəziyyəti izləyə bilərdi. Aleksey Qay, Anar Nəzirovun baxışları və müşayiəti ilə top meydanı tərk edir. Anar Nəzirov sanki anladı ki, topa çatmayacaq Ermin Zets. Hörmətli tamaşaçılar, stadionumuzda növbəti oyun 3 gün sonra, oktyabr 28-də keçiriləcək. Həmin gün Qəbələ Azal klubunu qəbul edəcək. Hamınızı həmin oyunu izləməyə və komandamıza dəstək olmağa dəvət edirik. Yeri gəlmişkən 10-cu tura artıq 3 gün sonra start veriləcək. 10-cu turun görüşlərini sizə xatırladım. Qarabağ Rəvanı qəbul edəcək. Qəbələ Azalla qarşılaşacaq. Zirə Kəpəzi qonaq edəcək. Neftçi Inter qarşılaşması var və Xəzər Lənkəran Sumqayıt görüşü. Artıq 2 turdur ki, Topaz Premyer Liqasında Azərbaycan futbol tarixində ilk dəfə olaraq turun bütün oyunları CBC Sport televiziyası ilə yayımlanır. Bu turun digər 3 oyunu artıq geridə qalıb. Sonuncu oyun isə bir qədər sonra Sumqayıtda başlayacaq. Daha dəqiq desək, saat 19:00-da və CBC Sport televiziyasının canlı yayımında olacaq. Bu maçı izləməyi unutmayın. Birinci dövrənin son maçıdır. Avroliqadakı təmsilçilərimizdən Qarabağ Sumqayıta səfər eləyir. Sonuncu ümidlər Qəbələ gol vurmaq üçün bütün qüvvə ilə səfərbər olacaq. Yəqin ki, gün zərbəsi, indi zərbə vurmaq olar. Zərbəni vuran futbolçu Ermin Zets idi. Zərbənin qarşısı alındı Zirəli futbolçular tərəfindən və qayda pozulur. Qaydanı pozan Dodo idi. Elvin Əsgərov belə deyir. Dodo etirazını başa düşmək olar. Hələ indiyə qədər qaydanı pozub, bax, bu cür epizodlarda qaydanı pozub, hakimə etiraz etməyən çox nadir hallarda futbolçu görürsən. Anar Nəzirov tələsmir. Son 30 saniyə əlavə olunan dəqiqələr nəzərə alınmasa, indi nə qədər əlavə eləyəcək Elvin Əsgərov bu oyuna? Biz birlikdə bunu görəcəyik. Elvin Əsgərov sarı vərəqə göstərir. Sarı vərəqə Boniyaya göstərilir. Sarı vərəqənin hesabında Qəbələ irəlidədir. Sözsüz ki, bu sözün məcazi mənasında nəzərdə tutulur. 2-1. Rəşad Sadiqov 50 işarə eləyir ki, irəli gedin. Son cəhdlərdir. Rəşad Sadiqov cinaha dəyişdi. Dodoya top çatmır. Son 4 dəqiqə. Qəbələdə son 4 dəqiqə. Qəbələ Zirə görüşündə hesab 0-0'dır. Anar Nəzirov indi qapıdan zərbə ilə oyuna başlayacaq. Sözsüz ki, həftə içində Borussia Dortmundla keçirilən oyunun yorğunluğun da təsiri var, amma həmin oyunda demək olar ki, əsasən legionerlərdən təşkil olunmuş heyətlə Qəbələ oynayırdı. Buna imkan var. Avroliqa turnirində, amma Azərbaycan çempionatında ən azı 5 futbolçu oynatmağa məhkumdur bütün komandalar. O 5 futbolçudan da biri 21 yaş limitində olmalıdır, 21 yaş həddində olmalıdır və 18-də bir 19 yaşlı futbolçu olmalıdır. Qaydalar bunu deyir. İndi Zirənin əks hücumu. Nizat Qurbanovun uzaqdan zərbəsi kifayət qədər təhlükəli və yaxşı zərbə alındı. Bezatosnu bu zərbənin qarşısını kəsir. Yaxın küncə vurmuşdu Nizat Qurbanov.
Elə gəl ki, siz də gördünüz, alt forma peşəkarlığa yaraşmayan bir hərəkət idi. Komandanın geyim dəsti başqa firma, altdan geyinən köynək başqa firmaya məxsusdur. Hər halda bunu nəzərdən qaçırmadıq. Bax, bu vaxtın udulmasına hesablanmış hərəkətlərdir. Təxminən bir yarım dəqiqə Boniya bu hərəkətlərindən udacaq. Out, top Qəbələnin futbolçularında olacaq. Yox, qayda pozuntusuydu bu. Munis Abdullayev qaydanın pozulduğunu işarələdi. Cərimə zərbəsini dərhal yerinə yetirdilər. Aleksey Antonov səhvə yol vermək olmaz. Aleksey Qay onun səhvini düzəltdi. Son 2 dəqiqə. Son 2 dəqiqədə qol görə biləcəyimi? Amma ikinci hissədə maraqlı oyun izlədik. Gəlin etiraf eləyək. Rəşad Sadiqov. Rəşad Sadiqov. Zets. Arif Daşdəmirov sağ cinaha gəlib. Aleksey Qay. Rəşad Sadiqov. Onun ötürməsi Dodoya. Arif Daşdəmirov Qəbələnin hücumu davam eləyir. Son 1 dəqiqə. Aleksey Qay. Arif Daşdəmirovun ötürməsi alınmadı. Sadiq Quliyev topu uzaqlaşdırır. Nə işarə eləyir hakim? Bir qədər geridən, yerindən Elvin Əsgərov işarə eləyir ki, yerindən başlamaq lazım idi auta. Antonov, Zenyov. Uzaqdan zərbəsi, sol ayağı ilə zərbə vurdu. Zenyov top meydanı tərk etmir. Ruslan Abuşov, o da irəli gəlib artıq. Son saniyələrdə Qəbələ bütün qüvvə ilə irəli atılır. Qələbə haqqında düşünür. Boniya. Nəqs hücum. Tato. Boniya ayağını tutur. Yəqin kəzələsini dartıb. Nicat Qurbanov. Sonuncu hücum ola bilər. Nicat Qurbanovun zərbəsi. Etiraf eləyək ki, təhlükəli alındı. Amma Bezatosunu yaxşı oynayır. İndi küncdən zərbə. Son saniyələrdə biz Qəbələnin daha çox hücum edəcəyini gözlədiyimiz, proqnozlaşdırdığımız anda Zirək hücumda rəqibi yaxaladı və qol vurmaq üçün də kifayət qədər əla imkan əldə etmişdi. Hakim oyunu saxlayır. Boniya bir qədər də əvvəl gördünüz. Yerə yıxıldı. İndi kün zərbəsi. Yəqin ki, məhz bu kün zərbəsindən sonra Elvin Əsgərov oyunun final fitini səsləndirəcək. Amma kün zərbəsinin nəticəsi nə olacaq? Tato küncdən zərbəni yerinə yetirir. Xeyr, bax. Bunu istəyirdi elə Zirənin futbolçuları. Elvin Əsgərov oyunun final fitini səsləndirdi və Qəbələ Zirə görüşündə hesab açılmadı. Zirə əla müdafiə olundu 90 dəqiqə ərzində və Qəbələ Zirənin müdafiəsini yarmaqda çətinlik çəkdi. Qəbələ bəlkə də bu xal etkisinə görə çox təəssüflənəcək əgər çempionluğu hədəfləyirsə. CBC Sportun efirində isə bir qədər sonra saat 19:00-da Sumqayıt Qarabağ maçını izləməyi unutmayın. Mən sizinlə sağollaşıram. Növbəti reportajlarda görüşənədək deyirəm. Sağ olun və çalışın, sağlam olun. Əsası budur. Hər vaxtınız xeyir, hörmətli televiziya tamaşaçıları. CBC Sport televiziyasının efirində Topaz Premyer Liqasının növbəti oyunu, mən əminliklə deyərəm, turun mərkəzi oyunu Qəbələ şəhər stadionunda Qəbələ Zirə qarşılaşması. Avroliqada Azərbaycanı təmsil edən Qəbələ bu turda bu çempionatın sürprizi Zirəni qəbul eləyir. Bir qədər sonra heyətlər haqqında sizə məlumat verəcəyik. Turnir cədvəlində də bu komandalar bir-birinə çox yaxındır. Qəbələnin 19 xalı var və bu tura qədər ikinci pillədə qərarlaşmışdı. Zirə isə 15 xalla üçüncü idi. Amma
bu turdan sonra, bu oyundan sonra hansı nəticə olacaq? Sözsüz ki, maraqlıdır. Zirə bu çempionatda ötən tura qədər məğlubiyyətsiz irəliləməyi bacarmışdı. Amma Qarabağla qarşılaşmada Qarabağ onlara dur deyə bildi. Amma indi daha çətin sınaq, səfər qarşılaşması, Qəbələ ilə oyun. Sözsüz ki, bu oyunun marağı çox əhəmiyyətlidir və bu oyuna maraq kifayət qədər böyükdür. Qəbələyə gəlmiş az sayda azarkeşləri ümumiyyətlə Qəbələnin bu həftə içində Avroliqanın qrup mərhələsində Borussia Dortmundla oyununu mən xatırlamaq istəyirəm. Borussia Dortmund kimi rəqiblə qarşılaşmada Qəbələ ümumilikdə götürəndə pis təsir bağışlamadı. Hər halda komandaların səviyyə fərqi öz sözünü dedi. Qəbələnin az saylı azarkeşləri və bu az yaşlı azarkeşləri həm də sözsüz ki, bu turda, bu oyunda doğma azarkeşlər önündə Zirə ilə oyunda yalnız və yalnız sevimli komandalarından qələbə gözləyirlər. Heyətlər haqda sizə məlumat verəcəm. Sözsüz ki, kifayət qədər dəyişiklik var Avroliqa turnirində qrupda oyundan fərqli olaraq, Borussia Dortmundla oyundan fərqli olaraq Qəbələ niyyətində kifayət qədər dəyişikliklər var. Bu da limitlə bağlı olan dəyişikliklərdir. Xatırladım ki, Qəbələ Avroliqa qrupun oyunlarında istədiyi limitdə, istədiyi sayda futbolçu oynada bilər. Söhbət, yəni legionerlərdən söhbət gedir. Bu baxımdan Qəbələnin baş məşqçisi Roman Qriqorçuk Borussia Dortmundla oyunda heyətdə cəmi bir yerli futbolçuya şans vermişdi. Amma bugün ən azı 5 futbolçu oynamağa məcburdur. Və indi sizi heyətlərlə tanış etməyin vaxtı gəlib çatdı. Təxminən 1-2 dəqiqədən sonra oyunun start səslənəcək. Qəbələ, meydan sahibi Qəbələ. Qapını Dimitri Bezatosunu qoruyur. 3 Voyislav Stankoviç, 4 Elvin Camalov, 9 Sergey Zinyov, 10 Dodo komandanın həm də kapitanıdır, 19 Aleksey Qay, 21 Arif Dəşləmirov, 34 Ürfan Abbasov, 66 Samir Zərgərov, 69 nömrəli futbolçu Aleksey Antonov və 87 nömrəli oyuncu Ruslan Abuşov. Zirənin heyəti ilə sizi tanış edeyim. Qapını Anar Nəzirov qoruyur. 39 Sadiq Quliyev, 37 Yovan Kırneta, 13 Aleksandr Şimanayev, 5 Adil Nağıyev, 2 Çimezi Mbah, 8 Tərzin Cangirov, 32 Luis Alberto Diaz, 7 Rihayro, 10 Igor Ivanoviç və 9 nömrəli futbolçu Nelson Boniyadır. Hakimlər briqadası. Baş hakim, bu oyunun baş hakimi Elvin Əsgərovdur. Ona kömək edirlər İskəndər Əliyev və Munis Abdullayev. Oyunun 4-cü hakimi Gənc Ziya Nəsirov. Oyunun AFFA nümayəndəsi Məmməd Əli Məmmədovdur. Hakim inspektor isə Məhəmməd Məmmədovdur. Sözsüz ki, AFFA nümayəndəsi və hakim inspektorun adını çəkəndə Ulduz filmini xatırlamamaq olmur. Ulduz filmindən həmin epizodu Azərbaycan xalq artisti Nəsibə Zeynalovanın dediyi sözlər yada düşür. Məhəmmədləri başıva yığmısan misalı. Sözsüz ki, bugün AFFA tərəfindən bu oyunda təyinat Qəbələyə Məhəmmədləri kifayət qədər yığıblar. Və indi kapitanlar bugün maraqlıdır. Şimanayev Zirənin kapitan sarğısını daşıyır. Elvin Əsgərov bir qədər sonra oyunun start fitini səsləndirəcək. Püşk atıldı. Komandaların meydanda yerləri də məlum oldu. Qəbələ ekranlarınızdan sağ tərəfdə qırmızı geyimdə şişələyəcək. Zirə isə ekranlarınızdan sol tərəfdədir. İndi hakimlər son yoxlamalar aparırlar. Qapı toru yoxlanılır. Munis Abdullayevdir bu. Uzun müddət, uzun illərdir ki, Azərbaycan çempionatlarından xatırladığımız hakimdir bu. Hakim köməkçisidir və indi Elvin Əsgərov, gənc Elvin Əsgərovun startindən sonra oyun başlayacaq Qəbələdə və maraqlı qarşılaşma izləyəcəyimizə ümid edirəm və hətta əminəm. Turnir Topaz Premyer Liqasında 9-cu tur, bu birinci dövrənin sonu deməkdir. Xatırladaq ki, 4 dövrədən ibarət çempionatımız keçirilir, 36 tur və 9-cu tur bu birinci dövrənin sonudur və birinci dövrənin start fiti bu arada səsləndi. Elvin Əsgərovun start fitindən sonra oyuna başlayan tərəf Qəbələ oldu və Qəbələ komandası dərhal irəli atılır. Yeri gəlmişkən Qəbələni, yəqin ki, xatırlayırsınız, Xəzər Lənkəranla məhz bu stadionda keçirilmiş oyunda Azərbaycan çempionatları tarixinin ən erkən qolunu vurmağa da müvəffəq oldu. Bu qolun müəllifi indi toplu olan Luis Hilario Dodo'ydu. Dodo cərimə meydançasının istiqamətində ötürməsi dəqiq olmur. Şimanayev topu uzaqlaşdırır, amma Qəbələnin futbolçuları növbəti hücum yaratmağa cəhd eləyəcəklər. Samir Zərgərov oyundan kənar vəziyyətdə idi.
9-cu turun birinci dövrənin son turunun 3 oyunu artıq başa çatıb. Inter Revan görüşündə Inter 2-0 hesablı qələbə qazandı. Kəpəz doğma azarkeşlər önündə Xəzər Lənkəranı məğlub etməyi bacardı. Turun sensasiyası isə Azal Arenada qeydə alındı. Azal Neftçini 2-1 hesabı ilə məğlub etməyi bacardı. Oyundan kənar vəziyyətin təkrarını da bu arada izlədik. Anar Nəzirov topu qüvvətli zərbə ilə indi irəli vuracaq, amma onun ötürdüyü mövqedə yalnız Qəbələnin futbolçusu var idi və top təhlükə uzaqlaşdırılır. Anar Nəzirov indi topladı. Anar Nəzirov Millinin son oyunlarında milli komandaya da dəvət aldı. Bu sözsüz ki, Səlahiyyət Ağayevin, Interin qapıçısı Səlahiyyət Ağayevin zədələnməsindən sonra baş verdi. Amma hər halda milli komandaya bu dəvət də Anar Nəzirovun karyerasında uğurlu bir an kimi xatırlana bilər. Qəbələnin futbolçuları cərimə zərbəsini yerinə yetirdilər. Elvin Camalov idi bu. Topu geri ötürür Stankoviç. Ruslan Abuşov. Ruslan Abuşov mövsüm ortasında Qəbələyə gəldi. Xəzər Lənkəranın məlum problemlərindən sonra və buna görə də Ruslan Abuşov Avroliqa turnirində sifariş ərizəsinə adı daxil edilməyib və Avroliqada oynamağa hələ ki o futbolçuya müvəffəq olmayıb və bundan sonra da əgər qrupdan adlasa yalnız müvəffəq ola bilər. Bu arada Qəbələnin hücumu təhlükəli alındı. Dodonun ötürməsindən sonra Anar Nəzirov 2 cəhdə topu tutmağı bacardı. Stankoviç başla topu uzaqlaşdırır. Top yenidən Azalın futbolçularındadır. Zirənin futbolçularındadır, üzr istəyirəm. Dodo. Ona qarşı çobudluq var idi. Rihayro çobud oynamışdı. Elvin Əsgərovun qənaətincə. Bax, bu epizodda Elvin Əsgərov oyunu saxladı və cərimə zərbəsi təyin etdi. İqor İvanoviç topu yaxşı saxlayır. Geri ötürmə, Sadiq Quliyev. Yovan Kırneta boş mövqedə idi, amma Anar Nəzirov oynamağa üstünlüyü verdi. Anar Nəzirov isə topu irəli vurur. Mərkəzdə mübarizə olacaqmı? Xeyr. Asanlıqla Stankoviç topu qəbul edə bildi. Qayda pozuntusu yoxdur. Dediyim anda Elvin Əsgərov fitini səsləndirdi və oyunu saxladı. Aleksey Qaya qarşı çobud oynamışdı Zirənin futbolçusu. Bu İqor İvanoviç idi. Qəbələnin növbəti hücumu yaratmaq cəhdi. Ruslan Abuşov Aleksey Antonovla oynayır. Aleksey Antonov, Dodo. Qəbələnin Borussia Dortmundlu oyunda yeganə qolunun müəllifi də məhz Dodo oldu. Əbəs yerə kapitan sarğısının bu futbolçuya verilmədiyini biz bir daha gördük. Bəs bugün Dodo nə ilə yadda qalacaq? Yəqin ki, Adil Şükürov Zirənin baş məşqçisi Dodoya qarşı xüsusi tapşırıqlarını verib. Qəbələ niyyətində ən təhlükəli futbolçu məhz Dodonu hesab etmək olar. Son oyunların nəticəsinə və qənaətinə əsasən. Ruslan Abuşov geriyə qapısı ilə oynayır. Bu Bezatosundur. Qayda pozuntusu. Elvin Əsgərov oyunu saxlayır. İlk 5 dəqiqə ərzində Elvin Əsgərov belə deyək, komandaların sərt oynamasına müəyyən mənada imkan vermir. Bəzi hallarda bu sərtlik çobudluğa da gətirib çıxarır. İndi cərimə meydançası qəbətində yaxşı ötürmə alınmışdı, amma Anar Nəzirov vaxtında qapısını tərk elədi və Dodonun təhlükəli hücum yaratmasına imkan vermədi. İndi Zirənin futbolçuları kifayət qədər ehtiyatlı davranır. Zirə komanda səfərdə oynayır və ümumiyyətlə Zirənin komandanın baş məşqçisi Adil Şükürovun da oyun üslubu, oyun taktikası məhz budur desək, bəlkə də yanılmarıq. Komanda ehtiyatlı oynayır, əks hücumlara bel bağlayır. Bu mövsümdə gördüyümüz Zirə haqqında bu qənaətə gəlmək olar, xüsusən iddialı rəqiblərlə. İndi Zirənin hücumu təhlükəli ola bilər. Sol cinahdan Boniyadır bu səhv eləmirəmsə. Boniya topu hələ ki özündə saxlayır. Onun qarşısında Stankoviç var idi. Bax, topu sağ cinah ötürür, cinah dəyişdi. İndi sağ cinahdan Zirənin hücumunu izləyəcəyik. Bu Adil Nağıyevdir. Adil Nağıyev
indi topu qəbul elədi. Sadiq Quliyev. Aleksandr Şimanayev. Riharo istiqamətində ötürmə. Riharo'nun baş ötürməsi yaxşı alınmışdı. Amma Boniya istədiyi kimi topu saxlaya bilmədi. Adil Nağıyev topu irəli vurur. Riharo. Uzaqdan zərbə ola bilər. Zərbə vurulur, amma Stankoviç topun qarşısını kəsdi. Şimanayev. Top hələ ki Zirənin futbolçularındadır. Zirə oyuna nəzarəti son dəqiqələrdə əl almağı bacarıb. Hələ ki topa nəzarət məhz Zirə komandasındadır. İndi səhvə yol verilir və əks hücum təhlükəli ola bilər. Zenyov Knetadan sıyrılsa, xeyr, Kneta artıq mövqe seçimində çox yaxşı oynadı. Bu müdafiəçi ümumiyyətlə Azərbaycan çempionatında bu mövsüm yaxşı və inamlı oyunu ilə yadda qalıb və Kneta bu mövsümün ən yaxşı müdafiəçilərindəndir desək, sözsüz ki, yanılmalıq. Qayda pozuntusu, burada əllə oyun var idi. Luis Hilario Dodo əllə oynamışdı və Roman Qriqaçkun da bu etirazını başa düşmək olar. Ukraynalı mütəxəssis, hətta bəzi portallarda onun Ukrayna yığılmasına baş məşqçi kimi dəvət aldığı haqqında da yazılmışdı. Amma hal-hazırda o Qəbələnin sükan arxasındadır və Qəbələ ilə bu mövsüm artıq istədiyini eləyib. Avroliqanın qrupunda oynamaq Qəbələ üçün özdə ilkin təsnifat mərhələdən başlayaraq qrupa qədər adlamaq çox yaxşı nəticədir. Bu isə Adil Şirovdur. Debüt ilində komandası ilk 9 tur ərzində ikilib və yalnız 8-ci turda Qarabağa məğlub oldu bu komanda. İndi ötürmədə az qala Bezatos'un səhvə yol vermişdi, amma Igor Ivanoviç bu ötürmənin qarşısını ala bilmədi. Buna nə qədər cəhd göstərsə də Arif Daşdəmirov topu yan xəttdən oyuna daxil eləyəcək. 0-0 Qəbələdə hələlik hesab açılmayıb. Amma ilk 8 dəqiqəsi maraqlı, gərgin mübarizə ilə yadda qalan oyun izləyirik. Aleksey Antonov pressing tətbiq elədi rəqibinə qarşı. Aleksandr Şimanayev. Dodo. Ürfan Abbasov da hücuma qoşulur. Hücuma dəstək verəcək, amma xeyr, Ürfan Abbasov geri oynayır. Ruslan Abuşov. Cinayı dəyişmək olar, elə də eləyir. Samir Zərgərov istiqamətində. Samir Zərgərov topu özündə yaxşı saxlayır. 2 futbolçudan da sıyrıldı. Ötürməsi isə dəqiq olmur çıxmasına nail oldu Sadiq Quliyev və indi qapıdan zərbə ilə Zirə oyuna başlayacaq. Zirənin sifariş Beşiktaş Futbol Liqasına göndərdiyi sifariş etdiyi heyətə baxanda sözsüz ki, bəzi futbolçular var ki, diqqəti cəlb eləyir. Onların adını gördükdə, amma onların oynamaması böyük ölçüdə zədə ilə bağlıdır. Məsələn, Diego Gusmao Souza'nı demək olar. Diego Gusmao Souza'nı biz Xəzər Lənkərandan çox yaxşı xatırlayırıq. Diego Gusmao Souza bu mövsümün əvvəlində məhz Xəzər Lənkərana transfer olmuşdu, amma məlum transfer qadağası ilə bağlı olaraq daha sonra Xəzər Lənkəran daha doğrusu transfer etmək istəyirdi, amma daha sonra Zirə ilə müqavilə imzaladı. Amma hələlik Zirənin niyyətində biz bu futbolçunu görə bilməmişik. Braziliyalı futbolçu kifayət qədər yaxşı oyuncudur. Bu arada Dodo'nun dabalını ötürməsi Zenyov istiqamətində. Zenyov topu özündə və meydanda saxlaya bilmədi. Adil Nağıyev topu irəli vurur. Qəbələnin hücumu davam edəcək. Ruslan Abuşov. Aleksey Qay. Elvin Camalov. Ehtiyat oyuncular skamyasında, hər iki komandanın ehtiyat oyuncular skamyasını mən xatırladım. Qəbələdə ehtiyat qapıcı Andrey Popoviçdir, Altı Rəşad Sadiqov, Ermin Zec var ehtiyat oyuncular arasında. Məhəmməd Mirzəbəyov, Vitali Venidub, Qismət Aliyev və Vaqif Cavadov. Zirədə isə ehtiyat qapıcı Kamal Bayramovdur, 17 Nicat Qurbanov, 28 Təmkin Xəlilzadə, 6
Hacı Əhmədov, 33 Diego Souza, bir qədər də əvvəl onun haqqında kifayət qədər məlumat verdim. 14 Teylur Mütəllimov və 70 nömrəli futbolçu Mir Kamil Haşimli var. Bu gənc futbolçunun FC-nin yetirməsidir. Bir müddət Fənərbağçanın aşağı yaş qruplarından ibarət komandalarının, müxtəlif komandalarının şərəfində qoruyub Mir Kamil və artıq ötən mövsümdən Azərbaycana qayıdıb Neftçinin heyətində idi və bu mövsüm Zirəyə transfer olunub bu futbolçu. Rəşad Abdullayevi görmürük, Zirənin kapitanlığı heyətdə. Rəşad Abdullayev bugünkü oyunda iştirak eləmir. Küncdən zərbə təhlükəli ola bilər. Künc zərbəsini Ruslan Abuşov yerinə yetirəcək. Ruslan Abuşov yaxın küncü ötürmə etmək istədi. Ötürməsi dəqiq olmadı. Arif Daşdəmirovun uzaqdan zərbəsi kifayət qədər təhlükəli alındı. Amma bu zərbədən sonra top qapının üstündən keçir. İndi Anar Nəzirov tələsmədən qapıdan zərbə ilə oyuna başlayacaq. Qəbələdə futbol oynamaq üçün əla hava var. Əsl futbol havasıdır. Qısaca bunu demək olar. Kırneta topu irəli vurur. O istiqamətdə isə yalnız və yalnız Arif Daşdəmirov var. Düzdür, Ivanoviç ona pressing tətbiq etdi. Amma Arif Daşdəmirov topun meydandan çıxmasına iki əlli razı idi və outdan da oyuna özü başladı. Qayda pozuntusu var. Zenyova qarşı qayda pozulmuşdu. Hakim oyunu saxlayır. Uzaqdan zərbə, Anar Nəzirov bu zərbənin qarşısını alır. Aleksey Antonov idi zərbəni vuran futbolçu. Həm zərbənin təkrarını indi biz izləyəcəyik. Anar Nəzirov, Ruslan Abuşov, yox, Aleksey Antonov başla zərbə vurmaq istədi, amma onun başla zərbəsi alınmadı. İndi Aleksey Antonov özü topladı, ona qarşı yaxşı oynayır. Qəbələnin hücumu davam edəcək bu dəfə sağ cinahda. Yerdə qalan futbolçu var, bu Antonovdur və hakim oyunu saxladı. Top meydanı tərk edən kimi Elvin Əsgərov fitini səsləndirdi, amma xoşbəxtlikdən heç bir problem yoxdur. Antonov oyunu davam edə biləcək. Bax, bu epizodda Mbahın sürüşmə fəndini yerinə yetirərək dəqiq oynadığı epizodda əminliklə deyə bilərik. Təkrardan da Antonov müəyyən müddət, çox qısa müddətə yerdə qaldı, amma Antonov oyunu davam etdirəcək. Şimanayev indi cərimə zərbəsi təyin edir Elvin Əsgərov. Şimanayev cərimə zərbəsini yerinə yetirir. Ötürmə İqor İvanoviçə, Şimanayev Kırnetanı gördü. Kırneta sağ cinahla oynuyor, bu Adil Nağıyevdir. Adil Nağıyev mərkəz müdafiəçisidir adəti üzrə, amma Xəzər Lənkəranla səfər görüşündən sonra sağ cinahda yoxlamaq qərarına gəldi həmin oyunda və həmin oyundan sonra sağ cinahı məhz müdafiənin sağ cinahını Adil Şurun məhz ona etibar eləyir. Şimanayevin ötürməsi Boniye istiqamətində, Boniye top çatmır. Ruslan Abuşov yaxşı oynayır. Təhlükəli hücum izlədi Zirənin ifasında. İndi Antonov bir qədər tələssə əks hücum təhlükəli ola bilər, Qəbələnin əks hücumu, amma xeyr, ötürməsi Zenyov istiqamətində Zenyovu düşünmüşdü Antonov. Zenyovdan öncə Zirənin futbolçuları topa çatdılar. İndi Zirənin hücumunu izləyəcəyik. Rihayro, Adil Nağıyev. Sadiq Quliyev. Aleksandr Şimanayevi gördü. Ən yaxında Məsova idi. Topun önü ötürdü. Boniya topu yerə salır. Amma Ivanoviç onun ötürməsini sanki gözləmirdi. Dodo. Ürfan Abbasov oynuyor. Ürfan Abbasov topu Dodo'ya qaytarır. Qəbələnin hücumu sol cinahdan bu dəfə Qəbələnin hücumunu izləyirik. Zenyov, Ürfan Abbasov da köməyə gəlib. Müdafiəçi. Dodo. Geri oynuyor. Ruslan Abuşov. Ürfan Abbasova top çatmadı. Qaydanı pozur Ürfan Abbasov. Elvin Əsgərov oyunu saxlayır.
Adil Nağıyev oyuna başladı. Yovan Krneta. Rihairo Melons. Bu futbolçu start heyətində yer alıb bu dəfə. Adil Şirov məhz ona şans verib. Sağ cinahda Rəşad Abdullayevin mövqeyində məhz o forma şansı qazanıbdır. Rəşad Abdullayevin yoxluğu sözsüz ki, Zirə üçün böyük itkidir. Aleksey Antonov böyük ehtimalla zədələdi bu futbolçu. Zədə səbəbindən oyunu buraxır. Stankovic. Aleksey Gay, Ruslan Abuşov. Ruslan Abuşov topu qəbul etməzdən əvvəl əli ilə işarə edir komanda yoldaşlarına ki, irəli gedin. Aleksey Gay. Sağ cinahda əla ötürmə alındı. Samir Zərgərov istiqamətində. Samir Zərgərovun ötürməsi yaxın küncə. Dodonun zərbəsi. Amma Anar Nəzirov oyunu oxudu və yaxşı oynadı Anar Nəzirov. Təhlükəli qol epizodunun qarşısını almağı bacardı. 17-ci dəqiqə gedir. Hesab 0-0'dır. Qəbələdə hələlik hesab açılmayıb. Rihairo topladı. Geri oynuyor. Yovan Krneta. Cinahı dəyişdi. Igor Ivanoviç. Aleksandr Şimanayev. Bax. Sağ cinahda Rihairo'nu düşündü, amma Ürfan Abbasov topu meydandan tərk etdiyini yəqin ki görürdü. Ürfan Abbasov. Ruslan Abuşov. Sergey Zinyov. Aleksey Gay. Samir Zərgərov, Arif Daşdəmirova fikir verin. Sağ cinahdan sürətlə irəlilədi. Məhz top ona ötürülür. Arif Daşdəmirova ötürülən top, amma Arif Daşdəmirovun nə qədər sürət yığsa da ötürülən topa çatmadı. Etirazlardan belə başa düşmək olar ki, küncdən zərbə təyin edib Elvin Əsgərov. Elədir ki, var. Künc zərbəsi indi Qəbələnin ifasında növbəti künc zərbəsini izləyəcəyik. Standart vəziyyətlər hər zaman təhlükəli olur. Nəzərə alsaq ki, Qəbələnin heyətində kifayət qədər hündür boylu futbolçular var və onlardan ikisi mən artıq görürəm cərimə meydançasına gəliblər. Bunlar Stankovic və Qaydır. Qay Qəbələnin bu mövsüm ən məhsuldar futbolçusudur. Ruslan Abuşov künc zərbəsini yerinə yetirir. Bu dəfə də yaxın küncə ötürülən top. Təkrar zərbə olacaqmı? Xeyr, təkrar zərbə olmur. Qayda pozuntusu yoxdur. Oyunu davam etdirmək lazımdır. Elvin Əsgərovun gözü qarşısında baş verirdi bütün bu gərgin mübarizə, sərt mübarizə. Amma bu sərtlik kobudluq deyildi Elvin Əsgərovun qənaətincə. Amma yerdə qalan futbolçunu görüb, komanda yoldaşını görüb Ürfan Abbasov top meydandan kənara vurdu. Bu Samir Zərgərovdur. Heç nə yoxdur, oyunu davam etdirəcək Samir Zərgərov. Dautu Zirənin futbolçuları yerinə yetirəcəklər. Adil Nağıyev maraqlıdır, topu rəqibə qaytaracaqlarmı? Elə də eləyirlər. Alqışı yəqin ki eşitdiniz. Alqışa layiq hərəkət. Fair play. Yazılmamış fair play qaydalarına tam riayət edir Ürfan Abbasov. Aleksey Gay. Samir Zərgərov. Onun ötürməsi Anar Nəzirov yaxşı oynayır. Aleksey Gay bir qədər əvvəl də qeyd etdim. Qəbələnin ən məhsuldar futbolçularındandır. Belə ki, Qəbələnin heyətində 2 futbolçu bu tura qədər 4 top vurmağa müvəffəq olub. Onlardan biri məhz Qaydır, digəri isə Antonovdur. Adaşlar Aleksey Gay və Aleksey Antonov həriyə 4 top vurublar bu mövsüm. 20-ci dəqiqə başa çatmaq üzrədir Qəbələdə. Qəbələ Zirə görüşündə hesab açılmayıb. Hələlik Elvin Əsgərov mərkəzi göstərməyib. Mərkəz nöqtəni. Amma ümid edirik ki, bu bir neçə dəfə baş verəcək bu oyunda. Hər halda biz bol qollu oyun olacağını ümid edirik. Ruslan Abuşov. Sol cinahda Elvin Cəmalov. Dayaq yarım müdafiəçisidir. Sola çəkilib. Aleksey Gay. Stankovic. Ruslan Abuşovla oynuyor. Ruslan.
Milli komandamızın da özvüdür Ruslan Abışov. İrfan Abbasov. İrfan Abbasovun ötürməsi isə dəqiq olmur. Kırneta topu uzaqlaşdırdı. Qəbələ növbəti hücumu yaratmağa cəhd eləyəcək Stankovic. Zirə müdafiəyə çəkilib. Əks hücumları bu komandanın çox təhlükəli olur. Neftçi ilə oyunda ilk qolu məhz əks hücumdan vurmuşdular. Həmin qol yəqin ki, həmin qolun təşkili yəqin ki, uzun müddət yaddaşlardan silinməyəcək. 4 ötürmə ilə rəqib qapısına yol tapmağı bacarmışdı Zirənin futbolçuları. Aleksandr Şimanayev, üzr istəyirəm. Outdan topu oyuna başlayacaq. Topu irəli vurur Şimanayev. Amma Elvin Camalov yaxşı oynayır. Maraqlıdır. Bu futbolçu dayaq yan müdafiəsi olmasına baxmayaraq həm solda, həm sağda yəni kifayət qədər yaxşı təsir bağışlayır. Meydanın hər yerində mübarizə aparır. Bu dəqiqəyə qədər hələ ki səhvsiz oynayır Elvin Camalov. Zinyov. Ötürməsi alınmadı Zinyovun. Amma yaxşı düşünülmüşdü. Arif Daşdemirov geriyə qapısı ilə oynayır. Bizatosunu. Adil Şirovu görürsünüz. Bu mövsüm bəlkə də ilk dəfədir ki, idman geymində ehtiyat oyuncular skamyasında biz onu görürük. Adil Ağayev. Yovan Kırneta. Lihairo. Tato. Veya Luis Alberto Diaz. Onun kısaca adı ilə Tato da demək olar. Elə komanda yoldaşları onu məhz bu adla çağırırlar. Formasında da, geyimində də məhz adının üzərində bu ad yazılıb. Tato. Nadin Ağayev outdan oyuna başlayır. Tərzin Zangirov geriyə. Anar Nəzirova qədər çatan top. Bir qədər əvvəl Qəbələnin ən məhsuldar oyuncularının adlarını çəkdim, amma Azərbaycan çempionatının bu mövsümə qədər, bu tura qədər, 9-cu tura qədər ən məhsuldar futbolçusu Richard Almeydadır. Qarabağın şərəfini qoruyan oyuncu 5 gol vurmağa müvəffəq olub. 3 futbolçunun isə aktivində 4 top var. Aleksey Qayla, Aleksey Antonovla yanaşı Qarabağın hücumçusu Samuel Armenteros da 4 gol vurmağa müvəffəq olub. İrfan Abbasov, Ruslan Abışov. Ruslan Abışov. Yaxşı oynayır. Dodo, İrfan Abbasov. İrfan Abbasovun səhvi əks hücum təhlükəli ola bilər. Boniya özü irəliləyir. Sağ cinahda açılıb boş mövqeyə. Cərimə meydançasına girər-girməz zərbə vurmaq qərarına gəldi. Amma zərbəsi istədiyi kimi alınmadı bu futbolçunun. Və bu hücumdan da bir nəticə hasil olmadı. Hələ ki Qəbələdə səssizlik var. Qol baxımından səssizlik var. Dodo sol cinahdan özü irəliləyir. Lihairo sona qədər mübarizə apardı. Qaydanı da pozmadı. Və Adil Ağayev komanda yoldaşına köməyə gələrək topu ələ keçirdi. Lihairo indi geri oynayır. Tərzin Zangirov. Şimanayev. Topu qəbul eləyir. İqor İvanoviç. Elvin Camalov daha cəld tərpəndi bu epizodda. Stankovic. Ruslan Abışov. Dodo. İrfan Abbasovla oynayır. İrfan Abbasov. Cinahı dəyişmək. Bu problem Azərbaycan futbolunda gəlmiş bütün əcnəbi mütəxəssislər məhz bu problemdən danışırlar. Azərbaycan futbolçularının oyun zamanı sürətli cinah dəyişmə problemi olduğundan hər zaman qabardıblar. Berti Fox da, Robert Prasnetski ilə söhbətlərimizdə də məhz bunu hər zaman vurğulayırlar. Fikir verin, yəni sol cinahda topu komanda yoldaşlar bir-birini ötürərkən dərhal sağ cinahda daha boş mövqedə olan komanda yoldaşları olur, amma onu görmürlər bəzi epizodlarda. Azərbaycanda çıxış edən futbolçuların böyük əksəriyyəti məhz bu problem hər zaman qabardılır.
oyunun gedişində belə bir hal olsa, sözsüz ki, bunun haqqında bunu sizə yəni olaraq göstərməyə çalışacağım. İndi irəli ötürmə Bonilla çox sürətlə irəliləyirdi, amma Bezatosunu yaxşı oynadı vaxtında, qapısını tərk eləyərək təhlükənin qarşısına aldı. Qayda pozulur. Elvin Əsgərov qaydanın pozulduğunu qeyd elədi və indi cərimə zərbəsini Qəbələnin futbolçuları yerinə yetirəcəklər. Elə də eləyirlər. Ruslan Abışov, Ürfan Abbasov, Dodo. Dodonun ötürməsi. Yəqin ki, bu səslərdən də başa düşdünüz. Zirənin futbolçuları topun məhz sonunda Dodoya deyərək meydanı tərk elədiyini işarə edirdilər. Hakim də bunu yaxşı gördü. Avutu Zirənin futbolçuları başlasalar da Qəbələ topu ələ keçirir. Aleksey Qay. İndi baxın, sağ cinaha ötürülən top. Arif Daşdəmirov, Samir Zərgərov. Aleksey Qay. Samir Zərgərov. Top Zərgərovda idi. Tabanla ötürməsi Dodonun Zərgərova. Zərgərov özü irəliləyib, zərbə mövqeyində çıxmaq istəyirdi, amma Zirənin futbolçuları buna imkan vermədilər. Anar Nəzirov indi tələsmədən topu tutacaq və yəqin ki, irəlinə vuracaq. Çünki bu 27 dəqiqə ərzində biz Anar Nəzirovdan yalnız bunu görmüşük. Elə də eləyir, ənənəsinə sadiq qalır. Hava uğrunda mübarizə, top uğrunda havada mübarizə. Bonilla bu mübarizəni utsa da komanda yoldaşı Rihairo ona köməyə gələ bilmədi. Ruslan Abışov geri oynayır. Ürfan Abbasov. Stankoviç boş mövqədədir. Top məhz onu ötürüləcək. Elə də olur. Stankoviç. Arif Daşdəmirov. Hər iki komanda Azərbaycan futbolu üçün ənənəvi sayıla biləcək bir taktiki düzülüşdə. Ümumiyyətlə, son illər dünya futbolunda bu taktiki düzülüşə demək olar ki, komandaların çox böyük əksəriyyəti məhz bu düzülüşə üstünlük verirlər. 4-2-3-1 taktiki sxemi ilə oynayır komandalar. Sadiq Quliyev. Şimanayev topu meydanda saxlayır və rəqibə vuraraq onun autun qazanmasına imkan tapır. Tələsmir Zirənin futbolçuları. Yəqin ki, oyundan əvvəl kimsə Adil Şürovdan oyunun nəticəsi haqqında proqnoz soruşanda bu oyunda Qəbələ kimi rəqiblə səfər görüşündə HSC-yə 2-50 razı olduğunu dilə gətirərdi. Bunu proqnozlaşdırmaq çətin deyil, amma Qəbələ isə bu mövsüm çempionluğu hədəfləyir. Bu baxımdan doğma azarkeşlər önündə belə bir oyunda qələbə qazanmaq mütləqdir. Bu arada Dodo sağ cinaha çəkilir və qaydanı pozur bu futbolçu. Epizodun təkrarını bir də izləyirik. Elvin Əsgərov bu epizodu qayda pozuntusu kimi qiymətləndirdi. Zenyov. Ümumiyyətlə Azərbaycan futbolunda, Azərbaycan Premyer Liqasının oyunlarında bu barədə bir qədər sonra fikrimi tamamlayayım. Sürətli əks-hücum ola bilərdi, amma Zenyov topu özündə saxlaya bilmədi. Küncdən zərbə olacaq. Azərbaycan futbolunda ilk hissə daha mübariz və daha templi oyun keçir. Bu da sözsüz ki, komandaların fiziki hazırlığından müəyyən mənada bağlı ola bilər. Çünki ikinci hissədə futbolçular yorulurlar. Nəinki futbol. Hakim də yorulur və hakim yox, hakimlər də yorulur sözsüz ki. Və bu da hakimlər o yorğunluğunu almaq üçün ya qayda pozuntusunu hər xırda follara da fit səsləndirir. Bu arada hücum təhlükə ola bilər. Ruslan Abışovun zərbəsi İstədiyi kimi alınmır. Out top yan xəttdən meydanı tərk eləyir. Ruslan Abışov sağ ayağı ilə özü üçün alışmadığı sağ ayağı ilə zərbə vurdu. Zərbənin təkrarını indi biz bir daha izləyəcəyik. Top yan xəttdən meydanı tərk elədi. Out. İkinci hissədə həm futbolçular yorulur, həm hakimlərimiz yorulur. Bu da fiziki hazırlığının tam istənilən səviyyədə olmamasından irəli gəlir. Həm futbolçuların, həm hakimlərin. Hakimlər öz yorğunluğunu almaq üçün hər xırda epizoda da fit səsləndirirlər.
futbolçular da mübarizədə, yəni fiziki güc qalmadığı üçün qaydanı pozmağa məcbur olurlar. Bu da ikinci hissədə oyunun daha çox qayda pozuntuları ilə yadda qalmasından, daha çox folların olmasından və daha tempsiz, aşağı templi oyunun olmasına gətirib çıxarır. Ümid edir ki, bu oyun həmin oyunlardan olmayacaq, ənənəvi oyunlardan olmayacaq, amma olub-olmayacağını ikinci hissədə biz görəcəyik. 30-cu dəqiqə artıq başa çatıb, hesab açılmayıb, 0-0'dır Qəbələdə. Qol epizodları baxımından da kasadlıq var. Gəlin itiraf eləyək. Hər iki komanda qol epizodu yaratmaqda hələ ki çətinlik çəkirlər. Topa daha çox nəzarət Qəbələnin xeyrinədir. 30 dəqiqə tamamında sözsüz ki, amma Zirə inamla müdafiə olunur. Elvin Camalov Arif Daşdəmirovu gördü. Sağ cinahda indi Samir Zərgarov. Arif Daşdəmirov oynayır. Qarşısını rəqibin iki futbolçusu kəsmişdi. Samir Zərgarovun Stankoviç qapçı ilə oynayır. Stankoviç. Bezatosna. Təhlükəli ötürmə idi, geriyə ötürmə. Bezatosna təcrübəsini göstərib vaxtında qapısını tərk etməsəydi, ötürmə o qədər də yaxşı alınmamışdı, geriyə ötürmə. Yegor Ivanoviç Şimanayev hücuma qoşulur. Məhz onu düşündü Ivanoviç, amma Şimanayev topu ram eləyə bilmədi. İndi Şimanayevin olduğu mövqedə boşluq var idi, amma Samir Zərgarov topu mərkəzə ötürdü. İndi cinah dəyişir. Dodo sol cinaha doğru ötürmə. İrfan Abbasov, Adil Nağıyev yaxşı oynayır, out. Dodo. İrfan Abbasov. Növbəti out. Top yenə Qəbələnin futbolçularındadır. Yenə out, yenə İrfan Abbasov. Aleksey Qay. Elvin Camalov. Bax, bu cür epizodlarda cinahı dərhal dəyişmək mümkündür. Olar. Bir qədər əvvəl məhz bu haqda danışırdım. Elvin Camalov indi hələlik top sol cinahdadır. Top meydanı tərk eləyir. Dodonun ötürməsi dəqiq deyildi. Turun Topaz Premier Ligasında 9-cu turun 3 oyunu artıq başa çatıb. Bir daha bunu xatırladım. Inter Revanı 2-0 hesab ilə məğlub eləyib. Kəpəz Gəncədə Xəzərlənkərana qalib gəldi 1-0. Azal isə turun sensasiyası Azal Arenada Şüvəlanda qeydə alındı. Azal Neftçini 2-1 hesab ilə məğlub etməyi bacardı. Tura bu oyundan sonra, dərhal sonra başlayacaq Sumqayıt Qarabağ görüşü ilə yekun vurulacaq. Bu həm də Azərbaycan Premier Ligasında birinci dövrənin yekun oyunu olacaq. 9-cu turdan sonra birinci dövrə Azərbaycan çempionatında başa çatır. 4 dövrəlik çempionatımızda. Məhz bu oyunda birinci dövrənin son oyunu da CBC Sport Televiziyasının efirində birbaşa yayımda olacaq. İzləməyi unutmayın. Şimanayev, Tato, Igor Ivanoviç. Igor Ivanoviç, Mösüm Rudar'ın heyətində, Montenegro təmsilçisi Rudar'ın heyətində Azərbaycana gəlmişdi. Rudar Qarabağa məğlub olub mübarizəni dayandırdıqdan sonra Çempionlar Liqasının təsnifat mərhələsində Zirəyə transfer olundu. Və Zirənin də bu mövsüm ən yaxşı oyuncularındandır desək, yəqin ki bizi heç kim qınamaz. Tato, qayda pozuntusu var idi. Elvin Əsgərov işarə edir ki, top Zirənin futbolçularındadır. Oyunu davam etdirmək olar. Oyun davam etdirilir. Tatonun ötürməsindən sonra Igor Ivanoviç oyundan kənar vəziyyətdə idi. Elvin Əsgərov hansı qərarı verəcək? Şifahi xəbərdarlıqla kifayətləndi Elvin Əsgərov Dodoya. Out. Arif Daşdəmirov. Ruslan Abışovla oynayır Arif. Abışovun ötürməsi dəqiq olmur. Anar Nəzirov topa yiyələnir. Anar Nəzirov
üçün Qəbələ heç də yad klub deyil. Uzun müddət bu komandanın şərəfini qoruyub Anar və indi Anar əsl peşəkarlıq göstərərək doğma sayıla biləcək komandasının futbolçularına hələ ki 35 dəqiqə ərzində qol vurmağa imkan verməyib. Düzdür, etiraf eləmək lazımdır ki, Qəbələ də yəni 100%li qol epizodu hələ yaratmayıb 35 dəqiqə ərzində. Amma Anar Nəzirov hələ ki yaxşı təsir bağışlayır. İstər çıxışlarda olsun, istər komanda yoldaşlarını sığortalamaq baxımından hələ ki Anar Nəzirov yaxşıdır. Zenyov topu ayağından çox irəli buraxdı və onun halda Sadiq Quliyev topu meydandan kənara vurdu. Qriqorçuk qayğılıdır və əsəbidir. Maraqlıdır. Kimə əsəbləşib və kimə öz belə əsəbi halda, gərgin halda tapşırıqlarını verir. Adil Şirov isə təmkinlə yadda qalır hələ ki. Dodo topu saxlaya bilmədi. Dodo topu ram edə bilsə kifayət qədər təhlükəli epizod və hətta gol da izləyə bilərdik. Dodo. Elvin Cəmalov çox yaxşı oynadı. Tato ilə mübarizədə topu qaydalar çərçivəsində rəqibindən oğurlamağı bacardı. Aleksey Qay özü zərbə mövqeyinə çıxmaq istədi, amma onun qarşısını Krneta kəsdi. Krneta çox yaxşı oynayır. Qayda pozulur. Elvin Əsgərov oyunu saxladı. Sanki Boniya'nın yaxşı mənada yalvarışlarını gördük. Mənə gəldi ki, Boniya Elvin Əsgərova söz verirdi ki, bir daha olmayacaq. Və ona görə də sarı vərəqə göstərmədi Elvin. Boniya'nın növbəti belə hərəkətində sarı vərəqə alacağını əminliklə söyləyə bilərik. Arif Daşdəmirov. Stankoviç. Ruslan Abışov'la oynuyor. Ruslan Abışov. Elvin Camalov. Dodo istiqamətini ötürmə dəqiq deyil. Anar Nəzirov asanlıqla topu tutur. Turnir cədvəlini xatırlatmaq istəyirəm. Turnir cədvəlinə bu tura qədər Qarabağın hələ ehtiyatlı oyunu var. Bu oyundan sonra başlayacaq Qarabağın oyunu. Qarabağın 20 xalı var. Qəbələnin bu tura qədər 19 xalı var idi. Inter qələbə qazanaraq Revanı bu turda məğlub edərək xal ehtiyatını 17-yə yüksəldib və Zirəni qabaqlamağı bacarıb. 3-cü pilləyə yüksəlib. Zirə hazırda topla olan komanda 4-cü pillədədir, 15 xalı var. Boniya özü ötürməsi, Ivanoviç ona zərbə vurmağa Arif Daşdəmirov imkan vermədi. Kifayət qədər təhlükəli hücum izlədi Zirənin ifasında. Kəpəz 14 xalla 5-ci, Neftçi 9 xalla 6-cı, Xəzərlənkəranın da 9 xalı var. Amma top sayılda topların fərqinə görə Xəzərlənkəran 7-cidir. Azal 8-ci pilləyə yüksəlib. Xal ehtiyatını 7-yə qaldırmaqla Sumqayıtın 5, qələbəyə həsrət Revanın isə cəmi 2 xalı var. Ürfan Abbasov. Mövsümün əvvəlində çempionluq uğrunda mübarizənin məhz Qarabağ və Qəbələ arasında gedəcəyini proqnozlaşdıranlar yəqin ki 9 turdan sonra hələ ki yanılmayıblar. Bu iki komanda da Azərbaycan tarixində ilk dəfə olaraq iki komanda ilə təmsil olunduğumuz ildə Avroliqanın qrup mərhələsinə adlamağı bacardılar. Zenyov ona qarşı qayda pozulur. Elvin Əsgərov kifayət qədər təhlükəli nöqtədən cərimə zərbəsi təyin eləyir. Mbahın etirazlarını başa düşmək olar. Təhlükəli mövqedir və Qəbələ niyyətində cərimə zərbələrini bu mövqedən yerinə yetirən yaxşı, kifayət qədər güclü futbolçular var. İndi cərimə zərbəsini izləyəcəyik. Anar Nəzirov. Hər halda baxışlar hər şeyi deyir. Anar Nəzirov o baxışlarda həm dua da var idi, həm oyunu oxumaq da var idi, həm həyəcan var idi, həm qorxu var idi.
Cərimə zərbəsini isə Aleksey Antonov yerinə yetirə bilər. Amma Aleksey Antonovla yanaşı Aleksey Qay və Ruslan Abışov da topun gerisindədir. Kiçik məşvərət, ayaqüstü məşvərət. Topa zərbəni kim yerinə yetirəcək? Samir Zərgərov da gəlir həmin mövqeyə. Və Aleksey Antonov ssenarini yazdı, cızdı və çəkildi həmin mövqedən. İndi 3 futbolçu var topun gerisində. Qay, Abışov və Samir Zərgərov. Cərimə zərbəsini kim yerinə yetirəcək? Kifayət qədər təhlükəli nöqtədir. Qarşılaşmanın 41-ci dəqiqəsi başlayıb. Qəbələ Zirə görüşündə hesab hələlik açılmayıb. 0-0'dır. Baxaq. Ruslan Abışov onun zərbəsindən sonra top canlı səddə dəyərək geri qayıdır. Top meydanı tərk eləmişdi. Təxminən yarım dəqiqə məşvərət senari yazıldı, amma nəticəsi olmadı. Ayaqüstü yazılan senariydi bu. Sözsüz ki, Ruslan Abışov təhlükəli nöqtədən cərimə zərbəsini vuran futbolçu idi. Top canlı səddə tuş gəldi. Bu cərimə zərbəsindən sonra da hesab açılmayıb. 41-ci dəqiqədə geridə qalıb Qəbələdə. Hesab 0-0'dır. Qəbələ Zirə görüşündə. Aleksey Qay top özündə saxlaya bilmir, amma sona qədər mübarizə apardı. Bu mübarizədən də bir nəticə hasil olmur. Ürfan Abbasov qaydanı pozur və indi Qəbələnin futbolçuları dərhal öz mövqelərinə çəkilirlər. Ürfan Abbasov görürsünüz ekranlarınızda. Qəbələnin yetirməsidir bu futbolçu. Avroliqanın təklifat oyunlarında Roman Qriqorçuk bu futbolçuya da şans verirdi. Amma qrup oyunlarında hələlik biz onu start heyətində görməmişik. Təhlükəli hücum ola bilərdi. Boniyanın ötürməsi. Riyaero bu ötürməni sanki gözləmirdi. Bezatosunu yaxşı oynadı. 42-ci dəqiqə. Ruslan Abışov, Arif Daşdemirov oynadı. Daşdemirovun Zenyov istiqamətində ötürməsi. Zenyov topu saxlaya bilmir, amma ötürmə Antonov istiqamətində yaxşı alındı. Antonov boş mövqedədir. Antonovun ötürməsi isə təəssüf. Amma digər tərəfdən təqdirə layiqdir ki, Sadiq Quliyev Azərbaycan futbolunun gələcək vəd edən müdafiəçilərindən biri, yaxşı oynayır, ötürməni oxudu. Arif Daşdemirov üçüncüdən zərbəni məhz o yerinə yetirəcək. Roman Qriqorçuk isə artıq Qəbələnin bir neçə futbolçusunu isim hərəkətlərini yerinə yetirmək üçün həmin isim hərəkətlərinin yerinə yetirildiyi mövqeyə göndərib. Rəşad Sadiqovu da mən gördüm orada. İstisna olunmur ki, ikinci sənin əvvəlində Qəbələnin baş məşqçisi dəyişikliyə əl atacaq. Nəzərə alsaq ki, 43 dəqiqə ərzində doğma azarkeşlərin önündə oynayan komanda, çempionluğu hədəfləyən komanda hələlik real qol vəziyyəti yarada bilməyib. Igor Ivanoviç, heç qonaqlar da bunu bacarmayıb, amma qonaqları bu nəticə qane eləyir. Debüt ilində Zirə yaxşı təsir bağışlayıb. Cəmi bir məğlubiyyəti var bu komandanın, o da Qarabağla görüşdə əldə olunan məğlubiyyətdir. Igor Ivanoviç Arif Daşdemirovu keçə bilmədi. Igor Ivanoviç, Arif Daşdemirov topu meydandan kənara vurdu. Şivanayev Outdan oyuna başlamışdı, amma Tatonun ötürməsi dəqiq olmur. Bax, topu irəli vurur Arif Daşdemirov. Top gah ora, gah bura və nəticədə Igor Ivanoviçə gəldi, çatdı. Igor Ivanoviçin ötürməsi, Stankoviç yaxşı oynayır. Bax, onun uzaqdan zərbəsi, top qapıdan. Buna aralı da demək olmaz. Çox uzaq keçir. Baxın, formasında Premier Liqanın logosunun əks olunduğu Chevron sökülüb. O da diqqətimizdən yayınmadı. Ruslan Abışov. Ürfan Abbasov. Good Adil deyən
kim idi, amma hər halda komanda yoldaşlarından legionerlərdən biri idi. Həqiqətən də Adil Qud oynadı, yaxşı oynadı. Ruslan Abuşov. Stankoviç. Arif Daşdəmirov. ...45-ci dəqiqə artıq başa çatmaq üzrədir birinci hissədə. Fasilədə sizi CBC Sportun efirində Sport Info xəbərlər buraxılışı gözləyir. İzləməyi nəzərdən qaçırmayın. Və Elvin Əsgərov birinci hissənin sonunda hansısa bir dəqiqənin əlavə olmasına ehtiyac görmədi və birinci hissənin final fitini 45 dəqiqənin tamamında səsləndirdi. İlk hissədən sonra Qəbələ Zirə görüşündə maraqlı, gərgin mübarizə olsa da qol epizodları baxımından, qol epizodları sarıdan kasat bir oyun izlədik və kifayət qədər əziyyət çəkirdi komandalar qol epizodu yaratmaq üçün. Bununla belə ikinci hissədə daha yaxşı oyun izləyəcəyimizə ümid eləyirəm. Hələlik deyirəm sizə, Sport Infonu izləməyi unutmayın.